heyvanların identifikasiyası. Ümumiyyətlə, Yavər müəllim, bu barədə çox danışılır, müzakirələr gedir, həm fermerlər arasında, sahibkarlar arasında. Ümumiyyətlə, gəlin ilk öncə ondan başlayaq ki, identifikasiya nədir, nə üçün vacibdir? Buyurun, zəhmət olursa, Məhəmməd Taysir. Çox sağ olun, maraqlı sualdır və bugün bizim gündəmimizi zəbt etmiş heyvan təsərrüfatı sahibkarların və mülkiyyətçilərin belə deyim də dilindən düşməyən bir mövzu var, identifikasiya. Və insanlar bunun mahiyyətini tam belə deyim çılpaqlığı ilə başa düşmək istəyirlər. Və bu günləri bizim qida kimi istifadə etdiyimiz heyvan mənşəli məhsulların özləri bir canlıdan əldə olunur. Kənd təsərrüfatı heyvanlarından əldə olunur. Bəs onların sağlamlıq durumunu biz necə müəyyən etməliyik? Əlbəttə ki, biz onları hansı bir formada eyniləşdirməliyik, yəni identikləşdirməliyik. Və beləliklə heyvanlar identikləşdirilir, qeydiyyata alınır. Onların həyat boyu aldığı müalicələr, keçirdiyi xəstəliklər, sağlamlıq durumu, vəziyyəti bizə imkan verir ki, biz həmin heyvan haqqında bir məlumat əldə edə bilək. Yəni, onu istehlaka qəbul edək, yoxsa hələ müalicə elətdirək, tam sağlana kimi və yaxud da ki, ümumiyyətlə sağolmaz ağır bir xəstəliyə düçar olub, bu məhv olunmalıdır, utilizasiya olunmalıdır. Və məhz kənd təsərrüfatı heyvanlarının identifikasiyası heyvanların xəstəliklərinin diaqnostikası, profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət məqsədini daşıyır. Yəni, o baytarlıq tədbirləri hansı formada həyata keçirilib, necə keçirilib, heyvan hansı durumdadır hal-hazırda, sağlamdırmı, ümumiyyətlə o daşına bilərmi, kəsimə gedə bilərmi? Bu kimi məlumatları biz yalnız və yalnız... Peyvənddən sonraki o gözləmə müddəti o bitib. Peyvənd mütləqdir, çünki vaxt aşırı heyvan müxtəlif xəstəliklərə qarşı peyvəndlənir və bu ümumi, belə deyim də, epizodoloji tədbirlər çərçivəsində həyata keçirilir və bu məlumatlar da qeyd olunmalıdır, daxil edilməlidir heyvan identifikasiya nömrəsinə ki, biz sabahlar o heyvan haqqında məlumat əldə edəndə dərhal sistemdən o məlumatı əldə edək, heyvan haqqında məlumat eləyək. Və buradan da aydın olur ki, birbaşa qida təhlükəsizliyinin təmin olunmasına zəmanət verdiyi üçün qanunvericiliklə tənzimlənir, qanuni tələbdir və məcburidir. Bu qeydiyyat isə, İlki müəllim, bu qeydiyyat isə əlbəttə ki, əsasnaməsi Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq edilmiş, avtomatlaşdırılmış qida təhlükəsizlik informasiya sistemi üzərindən həyata keçirilir və bu məlumatların vahid, yeganə mənbəyi hesab edilir. Yavər müəllim, bəs heyvanların identifikasiya qeydiyyatı sisteminin üstünlükləri, əhəmiyyəti barədə nə deyə bilərsiniz? Ən mühüm əhəmiyyəti odur ki, mən qeyd edədiyim kimi, onun bütün xəstəlik tarixçəsi, aldığı müayinələr, peyvəndləmələr, hamısı orada qeyd olunur. Və heyvan satıldıqda, özgənikləşdirildikdə, məhz digər sahibi həmən o məlumatlar əsasında həmən heyvanı müəyyən edə bilər. Hətta müəyyən edə bilər ki, bu heyvan o şəxsi məxsusdurmu? Oğurluq deyil ki, bu baxımdan da önəmlidir və məhz o baxımdan da elə heyvanın oğurlanması zamanı, əgər belə bir elan verirlərsə, hüquqi sübut kimi məhz bu... Yəni, itmiş heyvanın tapılması məsələsi... Bir mənalı şəkildə. Bu mütləqdir. Sizin şəxsi avtomobiliniz var, maşın oğurlanır, hissələri ayrılıb satılır, amma mühərrik nömrəsi var axı. Bu da identifikasiyanın bir növüdür də. Yəni, aşkarlamaq üçün hansı bir tanınma, bir sübut olmalıdır və bu günləri çox gözəl ki, böyle bir sistem var. Bilirsiniz, qida zəncirinin deməli, ən mühüm konsepsiyalarından biri olan fermadan süfrəyə bir konsepsiyamız var və bu zaman heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması üçün ilkin istehsaldan tutmuş, ta ki istehlaka qədər heyvan mənşəli məhsulların izlənməsi məhz identifikasiyanın vasitəsilə həyata keçirilir. Məsəl üçün, əgər heyvan xəstədirsə və yayınırsa, bu insanları yoluxdura bilər. Və zoonoz xəstəliklərin, yəni heyvandan insana keçə biləcək xəstəliklərin miqyasını artıra bilər və bizim gündəlik həyatımızda böyük bir problemlər yarada bilər. İnsanlar xəstələnə bilərlər, müxtəlif xəstəliklər yoluxa bilərlər və əlbəttə ki, bizim kəsim məntəqələrimiz, hansı ki, rəsmi qeydiyyatdan keçmiş və baytarlıq nəzarəti ilə təmin edilmiş kəsim məntəqələrində identifikasiya vasitəsilə
heyvanın mütləq şəkildə sağlamlıq durumu yoxlanılır. Əgər heyvan sağlamdırsa, kəsimə buraxılır. Kəsimə buraxıldıqdan sonra hətta ekspertizada olunur. Yəni bu mütləqdir, qanunvericiliyi ilə təmin olunur. Onun istehlaka yararlılığı təmin olunur, təsdiq edilir və əlbəttə ki, ondan sonra qida məhsulu kimi istehlakçıya qədər ötürülə bilər. Digər bir məsələni də qeyd edeyim ki, kənd təsərrüfatının inkişafında, yəni heyvanların məhsuldarlığının artırılmasında, heyvanların fərdi qulluq məsələlərində də identifikasiya mütləqdir. Məsələn, siz böyük aqroparklara getsəniz, orada çox gözəl bir sistemlər görə bilərsiniz. İdentifikasiya ilə yəni heyvanları həmin park daxilində idarə edirlər. Yəni nə zaman yemlənməyə getməlidir, nə zaman süd sağılmalıdır, nə vaxt həkim baxışına keçirilməlidir və bu da özü bir maraqlı bir şeydir. Süni mayalanma zamanı subsidiyaların verilməsi mütləq şəkildə deməli bu doğulan balaya və buzoğa balağa görə bilirsiniz balaq camışın balasıdır. Ona görə verilən subsidiyalar mütləq identikləşdirilmiş heyvanlar olduqda mümkündür. Və digər bir bizim identifikasiyanın əhəmiyyətini vurğulayan amillərdən biri də aqrar sığortadır. Xüsusilə damazlıq heyvanların sığortası və bu zaman heyvan identikləşdirilmiş olmalıdır, o tanınmalıdır və sığorta subyektinə çevrilməlidir. Qida Təhlükəsizliyi Agentliyi müfəttişləri tərəfindən xüsusilə dənizkənarı obyektlərdə bir yoxlama reyd keçirildi. Məlum oldu ki, bax həmin o restoranlarda, menyuda istehlakçılara dəvə qutabı adı ilə təqdim olan ətlərin müşahidə edici sənədləri yoxdur. Bilmək istərdik ki, dəvələrin identikləşdirilməsi məsələsi, atların identikləşdirilməsi məsələsi, bununla bağlı gələcək planlar varmı? Varsa zəhmət olmasa bizlə bölüşərdiniz. Bu məsələnin ciddi araşdırırıq və nəzarətə götürmüşük. Hal-hazırda demək biz təsərrüfat sahiblərinə, dəvə təsərrüfatlarının elə ekranlarda da gedir. Dəvə saxlanılan təsərrüfatların sahiblərinə də çağırış eləmişik. Elə buradan da üzümü bizim dəyərli təsərrüfat sahiblərinə tuturam. Deyirəm ki, bu ümumi ictimai bir maraqdır. Bu bir olmalıdır. Dövlətin qanuni tələbidir. Hər bir dəvə identikləşdirilməlidir. Onun hərəkəti, baytarlıq sənədlərinə müşayiət olunmalıdır. Rəsmi qeydiyyatdan keçmiş kəsim məntəqəsində kəsilməlidir. Əti istehlaka verilərkən ekspertiza olunmalıdır və ən başlıcası biz bilməliyik ki, mənim istehlakçım bilməlidir ki, şəxsən mənim ailəm və cəmiyyət bilməlidir ki, yediyi ətin mənşəyi nədir? Yəni bundan gözəl nə ola bilər? Yəni o heyvanı identikləşdirməməklə biz nə əldə edirik? Qanunun tələbini pozuruq. Bir, iqtisadi və hüquqi məsuliyyətsizlik bizi əhatəsinə alır və eyni zamanda bizim xidmət göstərdiyimiz, yəni istehlakçıların sağlamlığını böyük təhdidlər yaranır onların sağlamlığına. Və bu qida məhsulunun sağlamlığı, təhlükəsizliyi məhz həmin onun mənşəyi olan heyvanın sağlamlıq durumundan çox asılıdır. Məhz o baxımından da bir daha səslənirəm və bildirirəm ki, bu sizin hüquqi və iqtisadi məsuliyyətinizdir. Hər bir istehlakçı qarşısında buna görə məsuliyyət daşıyırsınız və siz heyvanınızı identikləşdirməlisiniz və izlənməsi təmin olunmalıdır. Biz ondan sonra dəvə ətindən hazırlanmış qutab anlayışı haqqında fikir söyləyə bilərik. Əks halda mən belə bir qutab tanımıram. Aydındır. Yekun olaraq biraz ola bilər ki, mövzudan kənara çıxma olsun, amma məlumunuzdur ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən erkən kəsimə son adlı bir maarifləndirici kampaniyaya start verilib və bu kampaniya çərçivəsində müxtəlif maarifləndirici materiallar, bukletlər, çarxlar, posterlər və s. paylaşılır. Eləcə də ictimaiyyətin tanınmış şəxslərin dilindən də çağırışlar edilir. Məsələ nədən ibarətdir? Bildiyimiz kimi son dövrlər ümumiyyətlə ölkəmizdə həm xırda buynuzlu, həm iri buynuzlu heyvanların sayında kəskin azalma var. Buna paralel olaraq xaricdən gətirilən ətlərin sayı durmadan artır.
Bu məsələnin kökündə dayanan problemlərdən ən başlıcası, bəlkə də birincisi heyvanların erkən yaşda kəsimi məsələsidir. Məhz həmin bu kampaniyada da diqqət çəkilir heyvanların erkən kəsimi məsələsində. Sizdən bu məsələyə həm bir vətəndaş olaraq istəyirəm ki, münasibət öyrənək. Eyni zamanda bilmək istəyirik ki, bilirik ki, identifikasiya həm də kəsimxanalarda aparılır. Bax, müşahidələr nəyə deyir? Zəhmət olmasa fikirlərinizi bizlə bölüşərdiniz. İndi mart ayıdır. Yanvar, fevral, mart ayında doğulan o körpə quzular, siz onları təsəvvür edirsiniz, onları öncə bıçaq altına salmaq olar. Hətta bizim məşhur kinolar, bədii filmlərimizdən birində də deyəsən uşaqlığın son gecəsində bəli, elə bir epizod. Quzunu tutur, deyir bu yazığın nə günahı var ki. Yəni olmaz. Ümumiyyətlə insan özü birincisi mənəvi baxımdan mən hesab edirəm ki, bu düzgün deyil, amma biz hər bir şeydən kənar birincisi iki məsələni düşünməliyik. Yəni birincisi qida məhsulu kimi onun yəni bir tutumu yoxdur. Yəni, qida dəyəri aşağıdır. Bəli, qida dəyəri çox aşağıdır. Yəni o formalaşmamış bir əti vardır onun. Yəni qoyun əti daha dadlı, daha kalorilidir, daha qida dəyəri yüksəkdir. Və eyni zamanda gəlin biz bu quzuları kəsək. Nə baş verəcək? Bizim ənənəvi ta bineyi qədimdən, dədə-babadan olan bir gözəl təsərrüfatlarımız var da, heyvan məşğulluğumuz var da, qoyunçuluq. Biz onu məhv eləyə bilmərik. Və bizim bu günləri istehlakçılarımız da bu tələbdən biraz çəkinməlidirlər. Yəni az yaşlı, az çəkili quzularını yeməklə o bir şey əldə eləməyəcəklər. Əksinə damazlıq fondunu əksinə idxaldan asılılığı təmin edəcəklər və ölkədən valyutanın çıxmasını təmin edəcəklər. Və bəlkə də insanlar biraz dərinə getsələr bunun nə qədər həm mənəvi baxımından, həm məşğulluq baxımından, həm ölkənin istehsal potensialının artırılması baxımından nə qədər zəifləyəcəyini, nə qədər burada boşluqların yaranacağını və eyni zamanda idxaldan asılı qalacağıq. Yəni bu günləri Manqalustan quzusu deyilən bir anlayış var. Yəni biz onu mu istəyirik yoxsa öz torpağımızda? Sözsüz ki, Monqolistandan gələn quzular da təhlükəsizlik, keyfiyyət baxımından yoxlanılır. İdxal məqsədi deyirəm. Yəni biz idxal dedikdə nə başa düşməliyik? İdxal dedikdə biz digər bir ölkəyə, xarici bir ölkəyə valyuta ötürülməsi deməkdir bu. Ölkədən valyutanın çıxması deməkdir bu. Yəni ölkədə əgər bu istehsal olmursa, ölkədə məşğulluğun aşağı düşməsi deməkdir bu. Kənd təsərrüfatı, qida təhlükəsizliyi deməkdir bu. Yəni bu günləri heyvanların baş sayının artırılması ölkənin ərzaq təhlükəsizliyi məsələləri var burada. Yəni bizim ərzaq təhlükəsizliyimiz təmin olunmalıdır. Yəni bunlar hamısı göstəricilərə bağlıdır. Bu əgər bu olmazsa əlbəttə ki olmaz. Ona görə də mən də şəxsən həm Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşı olaraq, eyni zamanda bir vətəndaş olaraq buradan çağırış edirəm ki, erkən kəsimə son deyək. Təşəkkür edirəm Yavər müəllim, gəldi studiyaya suallarımızı. Siz sağ olun. Minnətdaram. Hörmətli tamaşaçılar, bugün biz heyvanların identifikasiyası qeydiyyatı sistemindən danışırdıq. Mənim qonağım Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənmə Mərkəzinin rəhbəri Yavər Məmmədov idi.